tələbələrin 95% beynəlxalq münasibətlər oxuyur. Yaxşı, IR çox gözəl sahədir, çox lazımlı bir şeydir. Əla. Amma hamı gedib diplomat ola bilməz. Və hamı, yəni qısaran deyirəm, nə həmin şey diplomat olacaq. Allah yaxşı. Ol. Valla mən ancaq sevinərəm, amma niyə sən? Niyə imенно bu sahə? Başqa bir şey düşünmədinmi? Niyə fərqlənməlisən? Və oxuduğu da şeydir. İmtahandan oxumaq olmur. Elə oxumaq olmur. Universitet həyatı biraz adaptiv olmağı bacarmaq lazımdır. Çox düşünmək, analiz, strategiya, həm dərslərində, həm çölə çıxmağında, həm çox önəmli bir şeylərdir və o həyatı mənə çox şöhrətli əslində. Amma uşaqlar neyniyəsidir sualına məncə düşünməlidir ki, mən nə istəyirəm. O sualın cavabını tapsalar, onlar burada da oxuyarlar. Mən Azərbaycan Universitetini sevirəm. Ada Universiteti var, Sokarın Universiteti var, elə Tibb Universiteti özü var. Çox yaxşı universitetlərimiz var. Yəni mən adada da özdə çox vaxt keçirdim. Sən keçirsən. Ona görə yəni mən məsələn mənim qardaşım adada oxuyurdu. Mən adanın bu qədər yaxşı olacağını gözləmirdim.